O özünü bu şeylərlə göstərir bizə. Yaratdıqlarına verdiyi qabiliyyətlə, xarakter, təbiətlə, içindəki tərkiblə, birində müsbət, birində mənfi, birində xeyir, birində ziyan, hər şeylə özünü göstərir. O bu cür danışır bizi ilə. Ona görə deyir ki, siz bunları bilin ki, onu tanıyasınız. Siz bunları bilməsiniz, onu ciddi tanımayacaqsınız. Nağıl kimi gələcək. Özünüz bir Allah formalaşdıracaqsınız, burada inə biləcəksiniz. Bəs salam, siz onu çox qəşəng tanıyırsınız. Sən kainatın dilini bilmədikcə Xaliqin qüdrətinin dilini hardan biləcəksən? Dünən düz saydığımı bugün əyri sayıram. Bəzən olur özümdən özüm oğurlanıram. Hər il başqa arzunun başına fırlanıram. Niyə də fırlanmayım? Axı dünya fırlanır. Doğrudan da bu belədir. Həyat çox qəribə, çox mistikdir. Yaxşı gördüyün sabah o cür çıxmır. Bəzən sənə pis görünən sən demə yaxşıymış. Onun üçün insan gərək həyatını ciddiyə alsın, əziz möminlər. Zarafat eləməsin ömrüylə, günüylə, Allahla arasında olan vəzifələriylə, sabahlarıyla, elə sonra eləyərəm, sonraya dalsın, əşşi və s. kimi sözlər inanın mənə tənbəllərin, qeyri-ciddi insanların sözüdür. Ciddi insanlar heç nəyi boşa almır. Allah ömrümüzün qədrini imanla bilən bəndələrindən hamımızı qərar versin inşallah. Belə dedik ki, bu cür bilgi ilə yaşamaq insanın mərifətini yüksəyə ucallar. Yəni insanın Allah tanımasını yüksəyə ucandar. Baxın, əziz dostlar, mən Əmirül Müminin Mövlanın onların bütün sözlərini naşiriyəm. Ümumiyyətlə, onların sözlərindən başqa din anlayışı yoxdur. Yəni, din deyilən şey, İslam, ilahidən gələn din və s. yalnız məsumların xəttində olan dindir. O xəttdən kənara çıxdısa, o Allahın göndərdiyi dindir. O insanların müdaxilə elədiyi dindir. Necə ki, bu müsəlmanlıqda da var, bu xristiyanlıqda da var, bu yahudilikdə də var. Necə onların da qövmü öz peyğəmbərlərinin dini dəyərlərini, dini əhkamlarını dəyişiblər, müsəlmanlar da bunu eləyirlər. İlahidən gələn din yalnız ilahinin təyin etdiyi, höccət dediyimiz məsum insanların dediyi dindir. Onların sözünə əsaslanmayan, onların məsumiyyətinə söykəlməyən, onların dediyi etiqadı olmayan, onların kəsdiyi əhkam olmayan nə varsa din adına, istər bu xristiyanlıq olsun, istər bu, nə bilim, Həzrəti Musaya nisbət verilsin, istər Həzrəti İsa'ya nisbət verilsin, istər Həzrəti Peyğəmbərimizə sallallahu aleyhi və aleyh. Əgər onlara söykənmirsə, bilin ki, bu ilahidə deyil. Bu insanların özünün qurduğu, quraşdırdığı, yaratdığı, nə bilim, bir şeylər elədiyidir. Bizə o din lazım deyil, çünki o bizə heç vaxtı nə dünyada, nə axirətdə səadətə çatdırmaz. Həzrətin sevdiyi cümlələrindən biri ilə başlamaq istəyirəm. Mən bu sözü, bu hədisi zaman keçdikcə müxtəlif bir neçə xütbələr keçdikcə təkrarladığım cümlələrindən biridir. İnanın mənə, olduqca qiymətli sözdür. Çox düşünün bu kəlməni. Çalışın, unutmayın bu sözü. Bəzi hədislər var, uzundur, hamını yadda saxlamaq olmur. Amma bəziləri var ki, onu unutmaq ümumiyyətlə lazım deyil. İnsan özündə vəzifə hiss eləməli ki, onu unutmasın. Bax, o cümlədən biri də budur. Allah qatında, Allahın dərgahında, o yaradanın hüzurunda sən öz kimliyini, şəxsiyyətini, miqdarını, necəliyini, nə qədər olduğunu bilmək istəyirsənsə, bax, Allah sənin həyatında nə qədər yer alır. Sən ona nə qədər yer verəcəksən,
Sən onu hansı keyfiyyətdə tanıyacaqsan? Sən onu hansı əsaslarla qəbul edəcəksən bir məbud olaraq öz həyatına, öz ruhuna, öz vücuduna, onun da yerində, dərgahında o qədər yer alacaqsan. Yəni əslində Allahın razılığına çatmaq da bizim özümüzün ona nisbətdəki keyfiyyətindən asılıdır. Və burada çox düzgün və dəqiq bilgilər zərurəti var. Həmişə bunu misal olaraq deyirəm, amma siz onu böyük cədvəldə hesablayın. Bu oyunbazlıqla tanınan Allah nə ola bilər ki? Heç kim onu ciddiyə almaz. Almır da. Necə olur ki, insanlar bir balaca bir şeyi satmaq üçün o böyük kainatın sahibinə adına rahatlıqla yalan danışa bilirlər. Necə olur ki, insan öz nəfsinin qüsurlarını gizlətmək üçün Peyğəmbərin, imamın, Allahın adına yalan danışmağa özündə cəsarət tapırlar. Çünki tanıdığı Allah məfhumu balacadır. Başqa yerlərdən tanıyır o. Ya özünün məhdudiyyətidir, egosudur, ya özü kimi qeyri-məsulların fikridir ki, onda belə ilahi bir mərifət, cılız, məhdud, yanlış bir mərifət çərçivəsi formalaşdırıb, axır ki, qurban olduqlarımın dediyi deyil. Onun üçün eləyir o. Yəni Allaha yaxşı davranır, Allaha ciddiyə almır. Allah da onu ciddiyə almayacaq. Allah da onu nə qədər tanıdısa, o qədər verəcək. Bəs biz buna Allah ədaləti deyirik. İlahi ədalət deyirik. İmam Səccad əleyhissalamın duasıdır. Səhifə-i Səccadiyyədə keçir, başqa hədis kitablarımızda keçir. Buyurur ki, La əhşa illa ədləhu. Mən Allahın ədalətindən başqa heç nədən qorxmuram. Qorxduğum bir şey var, Allahın ədaləti. Çünki ədalət mən nə qədər layiqənsə, o qədər alacağımı tələb edir. Üstündə bonus, şəfaət, bunlar sonraki məsələdir. Olmaya da bilər, olmaya da bilər. Amma ədalət mütləqdir. Ədalət qaçınmaz bir riyazi düstur kimidir. Sən nə qədər ona öz həyatında yer verəcəksə və hansı keyfiyyətdə söz də ola bilər bir insan hər yanda Allah danışır, Allahdan danışır, Allah elə, Allah belə. Amma kimə əsaslanır? O danışdığı Allahın haqqında məlumatlar ona kim verir? O özü ki Allahı görmüyor. Allahı görmək imkansızdır. Sən onun yaratdıqlarını görə bilərsən ancaq. Özünü görmək imkansızdır. Özü ilə yuxuda görüşmək imkansızdır. Özü ilə nə bilir cənnətlə görüşmək imkansızdır. Yəni sən hissiyatınla Allahı hiss etmək imkansızdır. Sən ki bunları bilmirsə, onun adınla necə danışaq deyirsən? Bu çox mühüm bir məsələ. Hələ sözümə bu bir. Allah sənin üçün nə qədərdirsə, nə miqdardırsa, sənlə o qədər olacaqsa dərgah. Allah bizim bəlləliyimizi təyid etdiyi höccətləri qət'i ilə dərgahında dayiq olanlardan qərar versin inşallah. Bəqərə surəsindən bir ayə ilə davam edək. Əl-ləzi cəələ ləkumul ərzə firâşa. Bir Allahdır ki sizi yaradan, yeryüzünü sizin üçün xalça kimi döşüyüb. Firâşa, yəni yerin mümbit şəraiti, vitamin kompleksi, nə bilim, oradan çıxan qidalarınız, ondan əldə etdiyiniz və özünüz üçün yaratdığınız evləriniz, yəni sizin həyatınızın davamını oradan qərar verib Allah. Və səmaə bənaən və səmanı da bina olaraq, bir sütun olaraq üzərinizdə təyin eləyib. Və ənzələ minəs-səmai maən və səmadan sizə suları nazil edir ki, biz buna yağış suları deyirik. Bunların elmi açıqlamasından sizin üçün o xüsus mütəxəssislər danışsa, yağışların fərqli olması, biri narındır, biri sərtdir, biri seytdir, biri oldu, biri budur, biri qışda yağır, biri yayda yağır, bunların hamısı elmdir. Hansı sirri xudadır? Boşuna deyil. Qışda olan yağışın tərkibi bir başqadır, yayda olan ki bir başqadır. Bərk yağanın biraz ayrıdır, narın yağanın ayrıdır.
Bütün bunlar hamısı həyat düzüb qoşan amillərdir. Və bunlar hamısı ilahi qüdrətin nişanəsidir. Bunlar nazil olur ki, insan Xaliqinin böyüklüyünü dərk eləsin, o böyüdükcə özünün acizliyini hiss eləsin və dürüst bir bəndə olsun. Sintezator üzərində Allah oxumaqla heç kim onları ciddi almaz. Heç kim. Bu şou xarakterli dinlə heç kim yaranını ciddiyə almaz. Almır da. Almayacaq da. Onu sən gəl qurban olduqlarının məntiqində gör. Görüm ondan adı gələndə titriyərsən yoxsa yox. Görüm adı gələndə ruhun bədənindən az qalı çıxacaq dərəcədə olarsan yoxsa yox. فَأَخْرَجَ بِهِ مِنَ السَّمَرَاتِ رِزْقًا. Və sizin üçün nazil elədiyi bu bərəkətdən ruzi verən səmərələr və bəhrələr çağırır. فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا. Siz də Allahın qüdrətinin, tək olanın qüdrətinin müqabilində onun həyatınızda oturacağı yerdə başqa şeyləri qoymuyor. Yəni nəfsinizi Allahın oturacağı həyatın idarə edici məqamında nəfsinizi qoymuyor. Nə bilim, başqa bütləri o yerdə oturtmuyor. Əvvəl bütlər başqa şey idi, indi bir başqa şey. Siz də onun həyatınızda oturacağı kürsüdə başqa şeyləri oturtmuyor. Vallahi billah mən belə görürəm, belə təcrübə alıram. Kim Allahı ciddiyə almır, mütləq onun başı bəladan ayrılmaz. Bu həyatın qanunudur. Bu həyatın qanunudur. Bəntum ta'lemun və siz bunu çox yaxşı bilirsiniz. Bu ayə bizə ilahi mərifətin vacibliyini başa salır. Allaha nisbətdə insan mərifət kəsb eləməli. Yəni Allah deyilən kəlmə, məfhum, o kəlmənin arxasında olan o qüvvə sahibi ciddi olmalı insan üçün. O qüvvənin adına biz Allah deyirik. Onu da peyğəmbərlər bizə deyib deyə bilirik. Sonra onu sifətlərlə çağırırıq. Öldürəndir, dirildəndir, ruzi verəndir, rəhmandır, rəhimdir, qəhhardır, odur, budur. Adlar onun sifətlərindən bizə vəsf verir. Biz onu sadəcə o sifətlərlə tanıyırıq, amma adların arxasında olan qüvvənin əsl həqiqətini bilmək imkansızdır. O qüvvənin necə böyük olduğunu dərk etmək imkansızdır. Onun nələrə qadir olduğunu bilmək imkansızdır. Müsəlman cəmiyyəsi hələ məzhəb davasındadır. Müsəlman cəmiyyəsi hələ fətva davasındadır. Müsəlman cəmiyyəsi mən deyən olmalıdır, sən deyən yox iddialarının dava gülünc şeylərdir bunlar hamısı. Ona görə də nə vəhdətdən söhbət gedə bilməz, nə düz küslükdən söhbət gedə bilməz, nə bərəkətdən söhbət gedə bilməz. Açıb da aşağıda, yəni mən kiminsə nə olduğunu demirəm. Vəziyyət budur da, düzdürmü? Vəziyyət budur, reallıq budur. Halbuki insan bilirsiniz nə üçün yaranmışdı və nə edə bilərdi insan. Mən, sən, bax bizim ruhumuzun bilirsiniz nə boyda bacarıqları var idi. Bu şeylərlə öldürdük, getdik. Nəysə, o tərəfə keçməyək. Peyğəmbərimiz buyurur ki, "Ləv ərəftumullaha haqqə mərifəti." Əgər siz o yaradanı, Allahı, onu tanımanın yollarını düzgün bilmək şərti ilə layiqincə tanımış olsaydınız, "Ləməşitun ələl-buhur." Siz suyun, dənizin, okyanın üstündə gəzəriniz. Gör, insan nəyə dadır? Peyğəmbər yalan danışan insandır. İnsanda bu qüvvə var. İnsan ruhuyla çox şeyə qadir olur. Və nəzaletil cibalu biduaikum. Buyurur ki, sizi əgər layiqincə onu tanıya bilsəydiniz, siz bir duanızdan dağı kül eləyəcək qədər gücə maliksiniz. Yəni, insan bədəni qalsın qırağa, bədənini hərəkətə gətirən ruhun sən böyüklüyünə bax, gücünə bax, nə bilim onun genişliyinə bax. Biz onu gətirmişik kliplə,
qəddarlığına savuruşur. Biz bugün de o yazı vermişik. Biz öləndən sonra ruhumuza qarşı böyük xəyanət elədiyimizi görəcəyik. Bir hayıf edəcəyik ki, İraq sizdən ha. Ayıb olan insanlar həmişə ayıbdır. Yazıqlar yatanlara, sözüm onlaradır. Yatanlara və yatıp batanlara aiddir. Ruhun böyüklüyünü görmədiyi halda onu balaca işlərlə məşğul edib insan evladı. Çox təəssüf. Ayə budur. Bismillahirrahmanirrahim. Mən kana fi hazihi a'ma fəhuvə fil ahirətə. Ayə buyurur ki, hər kəs burada kör olsa, o elə ahirətdə də kör olacaq. Bəzi insanlar elə bilirdi, bu söhbət burada gözün görmə qabiliyyətindən gedir. Yəni fiziki, tibbi bir körlükdən danışılır, amma belə deyil. Qəti. Burada sırf qəlbin və ruhun körlüğündən söhbət gedir. İmam Aleyhisselam buyurur ki, فَمَنْ لَمْ يَدُلَّهُ خَلْقُ السَّمَاوَاتِ وَالْعَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَدَوْرَانِ الْفَلَكِ بِالشَّمْسِ وَالْقَمَرِ وَالْآيَاتِ الْعَجِيبَاتِ أَلَا أَنَّ وَرَاءَ ذَلِكَ أَمْرًا وَهُوَ أَعْظَمُ مِنْهُ. Hər ki, yerin, göyün, xilqətin əcib qəribliyinə, gecənin gündüz və gündüzün gecə ilə əvəz olunmasına, günəşi ayın qəribəliklərinə və bütün bunlarla bərabər səmada və yerdə olan ecazkar xilqətə baxdığı, bildiyi və gördüyü zaman, onun arxasında duran qüvvənin bundan çox güclü olduğu ona dəlalət eləmirsə, onun gözünü açmırsa, bir yaradanın da çox güclü bir yaradanın olduğunu sübuta yetirmirsə, o insan bu dünyada da kördür, o insan ahirette de kör olacaq. Dünyada kördür ki, Allah'ın qüdrətini görmür, ahirette kördür ki, o qüdrət sahibinin verəcəyi mükafatı görməyəcək. Ondan alabileceği enerjini alabilmeyecek. Sen birinci enerjini Allah'tan almasan da en birinci energetika Halik'ten gelir ve sana. Yaradandan gelir. Sen ondan alabilmişsense sen o yanda da alabilmeyeceksin. O yanda da bundan məhrum qalacaksın. Bir baxın insana, bir baxın aləmə, bir baxın. Vallahi mollaların təqdim elədiyi Allah'ı demirəm, ha, məhsulların təqdim elədiyi Allah'ı deyirəm. İraq 3-5 molladan yaxşısından İraq hamısına pis demək olmaz, amma axır zaman mollalarının çox. İnciməyin məndən, ad çəkmirəm, ünvan demirəm, amma vəziyyət budur. Savadları kifayət qədər deyil, lazım olan şeyləri oxuyub danışmırlar, boş şeylərlə məşğuldular, özlərini çəkib paylaşıb klipləşməkdən və bununla şöhrət və publikaya işləməkdən başqa heç neylə məşğul deyirlər, işləri bularca. Addı təbliğ, addı mən mübənni. Nəyi təbliği, nə edirsən? Rayana gedib istirahət edib özü paylaşırsan, nəyə lazımdır ay hacı? Kim ondan iman götürdü ki? Kimin elmi arttı ki oyuna? Elm, dəqiq bilgilər, Əhl-i Beytin sözləri, yeni, bilinmədiyi, xalqın bilmədiyi sözləridir. Oxu, bil. Yoxdur ki, çünkü ruhunda o şey. O öz ruhunun miqdarını göstərir və s. Əmir-ül-Pominin ağanın sözüdür də, deyir, belələrini dini dünyaları üçün. Din, bəli, dinlədilər, amma onlar həqiqətə çatmaq üçün deyil. Onlar dünyaları üçün dindən alət olaraq istifadə edirlər. Siz də, biz də buna ayıq olmalıyıq. Sen de mən də onların əlinə su tökdükçe onlar özünü düz bilir, ağıllı bilir, çok savadlı bilir. O dərya sayır özünü. İnsanın ruhu balaca olanla belə cıvız işlərlə məşğul olur. Ruhu böyük insanlar belə yalancı işlərlə heç vaxt məşğul olmaz. Bir zindik sual verir Mövlamız İmam Sadiq Aleyhisselam'a, deyir, hansı dəlil əsasında bu alemin yaradıcısının, yani sənətkarlıq üzerinde yarattığını mənə sübut eləyə bilərsiniz.
Necə sübut eləyərsiniz ki mənə? Aləm, bu alemin içində çox şeylər var. İnsan, digər canlılar, bədən, ruh, bitkilər, hətta daşlar belə aləmdir. Daşlar ki var, cəmadat, ərəbcə deyərlər ona. O özü bir aləm. Daş var ki, məsəl üçün, bu daş, bunun nə qədər qiyməti var. Bunun bütün günü boyu günəşin qabağına, günəşdən nə qədər enerji alacaq ki, bu? Ala bildiyi qədər. Amma bir daş var ki, yerin 100 metr, 60 metr, 80 metr dərinliyindən çıxır. Bir dənə balacası gəlir, misalda pula valyutaya çevirəndə nə qədər qiymət qazanır. Bilirsiniz niyə? Çünki o lazım olan energetikanı götürür. Və o daş səninizə və sənin bədənlə ruh aranda lazım olan enerjini qoruyur, saxlayır. Bunun üstündə daşımaqla neşə olmaz. Aləmdə dili var, qaydası var, düsturu var. Heç nəyi boşuna yatmıyor. Bunlar hamısı yaradır ki, o özünü sənə təqdim edir. Axı özü cisim deyib ki, çıxsın qabağına. Salam melek, Allah mənə. Bir göstərməyə deyir, mən Allahı görmüşüm. Allahla deyir, görüşürəm. Sən Allah bilir kimi görünürsən, əymişsən, Allah'ı görürsən. O görünməməlidir, görünmür də, görünməyəcək. Zatı görünmür, görünməyəcək. Heç Peyğəmbərlə onu görməyib və görməyəcəkdir. Ona yaraşanı budur. O özünü bu şeylərlə göstərir bizə. Yaratdıqlarına verdiyi qabiliyyətlə, xarakter, təbiətlə, içindəki tərkiblə, birində müsbət, birində mənfi, birində xeyir, birində ziyan, hər şeylə özünü göstərir. O bu cür danışır bizi ilə. Ona görə deyir ki, siz bunları bilin ki, onu tanıyasınız. Siz bunları bilməsiniz, onu ciddi tanımayacaqsınız. Nağıl kimi gələcək. Özünüz bir Allah formalaşdıracaqsınız, burada inə biləcəksiniz. Bəs salam, siz onu çox qəşəng tanıyırsınız. Sən kainatın dilini bilmədikcə, Xaliqin qüdrətinin dilini hardan biləcəksən? Bu din sizin verdiyi sual buydu İmam Cəfər Sadiq. Zeddik, yəni din zat qəbul eləmir bu adam. Allah tanımır, yaradan bilmir. Yəni yaradan dedik də tək və şəriksiz yaradandan danışıram. İslam peyğəmbərində də bütün peyğəmbərlərin cəmiyyətə təqdim elədiyi tək və şəriksiz qüvvə sahibindən danışıraq. O cür tanımır Allah. Bir şeyin yarandığını bilir. Amma o cür bilmir. İlk necə süqut edə bilərsin? Dəliliniz nədir sizin? İmam Əleyhisselam bir söz bək gözəl söz deyir. Vücudul əfail. Görün, bax, ayə hələ demir imanla. Çünki ayəni qəbul etməyəcək. Başqa bir söz denir ona. Bütün hamının, kainatın dilindən söz tapır deyir. Deyir, hərəkətlərin vücuduyla. Bütün hərəkətlərin vücudu sübut edir ki, aləmin sələtkarlıqla xaliqi var. Hər bir insan hərəkəti, başqa canlı hərəkəti, hərəkət dediyin zaman söhbət yalnız gəzməkdən getmir, ayaqlarla. Yəni, bir mexanizm olaraq işləmə qabiliyyəti. Bunun içində də bunlarla deyil, sübut eləyəmsə bütün vücudlar, nə ki kainatda vücud var, bunlarla sübut eləyirəm. Tövhid hədislərini oxuyanda qarışqanı çox misal çəkir Əmir əl-Möminin əleyhissalam. Deyir, aləmin yaradıcısının sühut edən canlılardan biri məksud balaca qarışqadır. Heç baxmısınız siz ona. Diqqət eləmişsiniz siz ona. Heç onun gözü var, onun qulağı var, onun mədəsi var, onun ürəyi var, onun ifraz edə biləcəyi sistem var. Balaca ya bir çıxılı şey. Ayağın altında gündə 50'si əzlir bəlkə də xəbərin yoxdursa. Və bunu da deyil, mütəxəssislər bilir ki, dünyada ən yırtıcı həşərat qarışqa. Allah deyir, onların beynində bir dondurma qoyub, dondurub onların beynini. Onu götürsə, özlərindən başqa bir canlı saxlamazdı. Ağacı da yiyənlər, yarpağını da yiyənlər, insanı da yiyənlər, sümüyünü də yiyənlər. Bir şey saxlamazlar özlərdən başqa. Onu böyüdürlər, görürsünüz də onu, bax. Onu indi müasir inkişaf edən aparatlar var, böyüdürlər.
nə qədər də qorxulu bir onun belə qiyafəsi var. Balacadır deyəndə biz onu görmürük. Onu bir 3-5 dəfə böyütsə, hamımız yerib qaçmağa yerəxdərək. Dedik ki, insan ömrünü ciddiyə almalı və Yaradanı adıyla, hökmüylə, sözüylə bağlı olan hər bir sözü məsumlardan öyrənməli və əməl etməlidir. Əgər iman varsa, əgər Allah qorxusu və hesab qorxusu varsa, insan mömin özünü bu cür tərbiyə etməlidir. Boş şeylərlə, axır zamanda xüsusən sosial platformada baş vermiş boş dinli işlərlə, din adı altında olan boş işlərlə məşğul olmamalıdır. İlahi mərifət insanın ruhunu gücləndirən mühüm amillərdəndir. Bunlar hamısı tövhid dərsləri hesab olunur, dəyərli dostlar. Bəli, İmam Cəfər Sadiq əleyhissalamın sözündə qalmışdı. Sözümüz, dindən uzaq biri sual verir ki, aləmin yaradıcısı olduğunu necə mənə sübut edərsən? Mövlamız demişdi ki, bütün canlıların hərəkət sisteminə baxdığın zaman mütləq bir sənətkarlıqla Yaradanı görmək olur. Çox aydın aşkar görmək olur ki, hər biri bir nizam, hər biri bir elm, hər biri bir hikmət əsasında yaradılmışdır. Hərə bir vəzifəsini icra eləyir. Bunlar hamısı bir Yaradanın olduğuna və bu Yaradanın elm sahibi olduğuna, hikmət sahibi olduğuna, nizamla xəlq etdiyinə, boşuna yaratmadığına açıq-aşkar dəlalət edir. Bu bizim üçün ən böyük sübut və dəlil sayılır. Məgər görünürsənmi, bir yandan keçəndə bir tikiliyə baxırsan, İmam Sadiq əleyhissalam buyurur, bir tikili ev olsun, bir bina olsun, onu öz başına tikildiyini düşünə bilərsənmi deyir. Mütləq onun bir bənnası var. Onun bir bənnası var, sən onu görməsən də var. Ağlın, ruhun, təfəkkürün, düşüncə deyir ki, bu öz başına ola bilməz. Bunu bu cür nizamlı, həndəsəsi uyğun, nə bilim, parametrləri uyğun, bu, bütün incəliklə, ağırlıq səviyyəsi necə qorunmalıdır, hər bir şeyi uyğun olaraq bina olunub bu, inşa olunub bu, bunu bir savadlı bənna bina etmiş olur. Eyni o baxdığın tikili bir tikənin və bənnanın olduğuna dəlalət etdiyi kimi, aləmdə olan bütün varlıqların hərəkəti də onun bir sənətkarlıqla xaliqinə dəlalət edilmiş olur. Sonra Mövlamız buyurur, ikinci sualı verir. Və ma hu, yahuvə, o dediğin, yəni söhbət o kəlməsindən Allah'dır. O dediğin nədir? Necədir? Hardadır? Necə bir şeydir? Sual verir. İmam Aleyhisselam buyurur ki, "Huve şey'un bi khilafil eşya." O gördüğün her bir eşya, her bir canlı, her bir vücut, her bir ne görürsen gör, gördüklerinden çok farklı bir şeydir. O gördüklerinin hiçbiri kimi değil. Her bir şeyin yaradıcısıdır. Ama yarattığı hiçbir şeye oxşamır. Ve qüdrət sahibi sözü. Her bir şeyi o yaradı. Ama hiçbirini deyə bilməzsən ki, Allah ağac formasındadır. Xeyr. Deyə bilməzsən ki, Allah insan kimidir. Əllər, ayaqlar var. Xeyr. Allah ruh kimidir. Xeyr. İşıq kimidir. Xeyr. Hava kimidir. Xeyr. Hamısını o yaradır. Ama hiçbiri özü onlara oxşamır. Biz kimin davağında hesap edirik ya? Bizim xəbərimiz yox. Görün, imamımızın bizə təqdim elədiyi tövhid dərsi necə gözəldir, necə böyüdür, necə müəzzəmdir, necə alidir, necə insanın ruhunu böyüdür. O belə imamımız. Bütün əşyaların həqiqətidir o. O cisim deyil. O surət deyil. Surət, yəni bir bu surət var, bir forma surət, yəni istədiyi kimi düz bucaq,
nə bilim, endir bucaq, nə bilim, əy, düz, heç bir surət götürmür o. Hər şeyi o yaradır, amma heç bir surət götürmür o. Hisslə əldə oluna bilməz. 5 his üzvü var ki, insanın ustadıdır, yaşadır, insanı böylədir. Onun heç biri ilə Allah'ı hiss edə bilməzsə. Görməkdir, toxunmaqdır, dad bilmək, qoxusu yoxdur. Allah'ın iyi var. Yoxdur öyle şey. Allah'ın səsi var. Yoxdur böyle şey. Deyir Allah danışdı Musa ilə. Allah səsi yarattı. Səs dedi Musa'ya. Onun səsidir. Səsi də yarattı. Allah'ın nə bilim əli var. Hey. Nə varsa heç bir onda yoxdur. Necə böyüksən sən ilahi. Necə böyüksən sən, necə vəsf edək biz sənin əzəmətini. Necə biz dillərə sığaq sənin xaliqlik dastanlarına. Aciziyiz buna. Hisslə onu bilməzsə, düşüncə ilə onu dərk edə bilməzsə, zaman hər şeyi dəyişdiyi kimi onu heç vaxt dəyişməz. Bu İmam Cəfər Sadiq Aleyhisselamın bax o dindən uzaq, ilahini tanımayan birinə verdiyi cavabdır. Allah'ın yarattıkları onun özünə dəlalət etmək üçün var. Ağıllar onun mərifətinə etiqad etsin deyə verilib insana. Ərəbcə oxumuram, tərcüməsini deyirəm. Gördüklərin hər bir şey onun özünə, qüdrətinə, elminə dəlalət eləsin deyə var. Sənətkarlığı onun özünə dəlalət eləyir. Sənə verdiyi ağıllar isə, ağıl qüvvəni isə, onun varlıq və mərifətini etiqadla qəbul edəsən deyə verilib bu sənə. Düşüncə ilə, təfəkkür deyilən bir ibadət ki, insanın ruhunun ibadətidir, insanın ən böyük ibadətidir və hətta bütün ibadətlərin canı oradadır. İmam Sadiq Aleyhisselam Əbu Zərrin haqqında deyir ki, Əbu Zəri Peyğəmbərə bu qədər sezdirən çox sayda qıldığı namazlar olmayıb. Çox sayda ziyarətə getməyi olmayıb. Çoxlu və dərin təfəkkür sahibi olub, ona görə Peyğəmbər onu çox sevib, çox istəyib. O sözü onun üçün ona deyib ki, Əbu Zərdən düz danışanına göy kölgə salmadı, Əbu Zərdən düz danışanına yer üstündə kəstirmədi. Bunu onun üçün deyib. Çünki düşünən insan idi, ağıllı insan idi. Mevla buyuruyor ki, təfəkkür deyilən qüvvə ilə insan Allah'ın hərəkətlərini, qüdrətini sübuta yetirsin deyə o düşüncə verilir ona. Dəlillərlə mərufdur. Açıq-aşkar bəyanlarla məşhurdur. Halların bir başqasına dəyişilməsi, rükunların getdikcə zəifləməsi, düşüncələrin həyatda baş verməməsi Allah'ın qüdrətinin nişanəsidir. Görün nə söz deyib. Bax ona deyir ki, çox vaxtı düşündüm belə eləyim, o alınmadı. Amma biz deyirik ki, mən düşündüyümü vermənsə. Mən düşündüyüm üçün olmalısan sən. Mən istədiyim qədər eləməlisən ey Allah. Yəni biz əslində öz istəklərimizin köləsinə çevrilmişik. Onu da özümüzə tartırıq. Amma biz bilmirik ki, o alınan şeydir. O tamamilə onun baxışı başqadır. Onun üçün məqam başqadır. Onun dərgahında zaman deyilən bir şey yoxdur, varsa da başqadır. O tamamilə başqa bir məbuddur. Ciddiyə alın Allah'a möminlər. Çox ciddiyə alın. Almasanız onun dərgahında sizi o da ciddiyə almayacaq. Bu mahnılarla, muğlularla, oyunbazlıqla, tortla, şarla, oyla, buyla olan Allah o deyil. O deyil biləz. O başqa bir məbud. Onu yalnız təyin etdiyi məsumların dilindən öyrənin. Allah öz Allahlığı xatirinə onun qarşısında bəndəliyimizi düzgün icra eləməyi hamımıza nəsib edərsin.